Çox zaman qarşı tərəfə daha çox fokuslanmaq, ondan dəyişim gözləmək insan həyatında bəzən təəssüf ki, problemləri həll etmir. Çünki əgər problem mən fərddə və ya mən şəxsdədirsə, təbii ki, mənim özümdə görə bilmədiyim, müşahidə edə bilmədiyim, anlaya bilmədiyim emosional, duyğusal, mənəvi və ya psixoloji sərhədlərimi tanıya bilməmişəmsə, təbii ki, qarşı tərəf də tanıya bilməyəcək. Və qarşı tərəfi tanıya bilmədiyim təqdirdə, öz daxili sərhədlərimi tanıya bilmədikdə, mən qarşı tərəf nə qədər özünü dəyişirsə dəyişsin, islah edirsə etsin, inkişaf edirsə etsin, yenə də həmin şəxslərlə münasibətdə daxili sərhədlərimin pozulmasına görə mən narahatlıqlar yaşayacağam. Məsələn, olur həyatda belə şəxslər biz çox müşahidə etmişik. Bəzi insanlar müəyyən bir iş mühitində işləyirlər, narahatlıqlar yaranır, sərhəd pozuntuları yaranır, daxili və şəxsiyyət olaraq. Və onlar elə düşünürlər ki, işlərini dəyişsələr, iş mühitini dəyişsələr, bu problem həll olacaq. İş mühitini dəyişir, bu işdən çıxır, başqa bir işə gedir. Həmən işdə bir gün, 2 gün, 3 gün yenə həmən problemlər, həmən narahatlıqlar yaranmağa başlayır. O işi tərk edir, başqa bir işə keçir. Yenə həmən narahatlıqlar və problemlər yaranmağa başlayır. Sonra qərara gəlir ki, yox, ümumiyyətlə problem bu məntəqədədir. Düşünür ki, mən məntəqəmi dəyişsəm, kəndimi, rayonumu, şəhərimi dəyişsəm, bu problem olmayacaq. Başqa bir şəhərə köçür, başqa bir kəndə köçür, başqa bir rayona və yaxud da ölkəyə hətta köçür və yenə də həmin problemlərlə qarşılaşmalı olur. Niyə? Çünki burada problem həmin şəxsin öz daxili sərhədlərini bilib onları təyin edə bilməməsindən yaranır. Yəni insan həm qarşı tərəfin sərhədlərini görüb, daxili, mənəvi, emosional, psixoloji sərhədlərini görüb ora çox yaxınlaşmamalıdır. Həm də öz daxilində olan sərhədlərini tanıyıb, başqaları üçün özünə münasibətdə sərhəd qoymağı başarmalıdır. Yəni insan başqalarının sərhədlərini görə bilmədiyi təqdirdə və başqaları üçün münasibətdə öz sərhədlərini bəlli edə bilmədikdə daim bu münaqişələr, bu narahatlıqlar, daxili və psixoloji, emosional gərginliklər həmişə insan həyatında mövcud olacaq. Bu narahatlığın həll olma yolu ilk olaraq insanın öz sərhədlərini görə bilməsindən başlayır.